Bugün sizə lisey imtahanlarını necə qeydiyyatdan keçmək lazım olduğu barədə bir video hazırlayıram. Əvvəlcə Google-da keçid edirik. sy.edu.az görürsünüz, gəldi. Azərbaycan Respublikasının vətəndaşları. Bu hissəyə keçid edirəm. Bu mənim öz səhifəmdir. Fin ilə davam et, yəni şəxsiyyət vəsiqənizdəki fin koduna davam edəcəksiniz. Bu yazının üzərinə basırıq. Məndə artıq uşağın adı çıxır burada. Hal-hazırda təhsil aldığı müəssisədir bu. Burayla bizim işimiz yoxdur. Sağda bu 3 xətt var üst-üstə. Burada. Həmin bu 3 xəttin üzərinə basırıq və belə bir səhifə açılır qarşınızda. Burada sorğu yerləşdir. Bu hissəyə klik edək və görürsünüz 3 bənd var. Ümumi təhsil məktəbi, özəl və digər qurumlara tabe məktəblər və mərkəzi imtahanla qəbul. Bizə lazım olan bu mərkəzi imtahanla qəbul. Bu bəndi seçirik və şagirdin ad soyadını daxil edirik. Mən də Elçin Həziyev daxil etdim və diqqət, buranı oxumağınız məsləhətdir, oxuyun. Burada lisey qəbul imtahanı tədris dili, yəni Azərbaycan bölməsində Azərbaycan dili, riyaziyyat, rus bölməsində isə ruski yazıqla riyaziyyat, yəni matematika fənni üzrə olacaq. Sonra qeydiyyatdan keçərkən bütün lazım məlumatları daxil etdiyinizə əmin olun. Bunları bir-birində daxil edəcəyik. Siniflər üzrə, hər fənn üzrə sonuncu 5 sual, bir onda 5 ballıq suallardır. Burada hər biri haqqında sizə məlumat verilib. Özünüzə diqqətlə oxuyursunuz. Qaydaların tam siyahısı, mərkəzi imtahan qaydalarının tam siyahısına baxmaq üçün mərkəzi imtahan qaydaları bax buradan keçid edə bilərsiniz və bütün görürsünüz burada imtahanda 5-ci siniflərdə ümumi bal 50 baldır, 6-cı siniflərdə 65, 7-lərdə 65, 8-ci siniflərdə də 65 baldır. Bu qaydada hər biri qeyd olunub, axıra qədər oxuyaraq tanış ola bilərsiniz. Məsləhətdir ki, tanış olasınız. Və mən qayıdıram geri, qaydalarla tanış oldum və təsdiq et düyməsini basıram. Belə bir pəncərə açılır qarşımızda. Bu pəncərədə görürsünüz yazıb yuxarıdan birinci ümumi təhsil məktəbi, özəl və digər qurumlara tabe məktəblər, mərkəzi imtahanla qəbul. Bizə lazım olan mərkəzi imtahanla qəbul bölməsidir. Bu hissəyə klik edirik və mərkəzi imtahanla qəbulu seçirik. Sonra şagirdin ad soyadı orada qeyd olunur. Hazır sizdə də çıxacaq. Mütləqdir ki, hər valideynin öz övladının ad soyadı orada qeyd olunur. Və imtahan şəhəri seçilməlidir. Burada mən görürsünüz Bakı şəhərini seçmişəm. Orada altında verilən yazı sizi çaşdırmasın. Harda imtahan vermək istəyirsə imtahan mərkəzi seçilir. Burada Bakını qeyd etdikdən sonra aşağıdakı hissədə imtahan mərkəzi, hansı mərkəzdə vermək istəyirsiniz? Məsəl üçün biz seçirik Səttar Bəhvzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya, evə yaxın olduğu üçün. İmtahan şəhəri və binası dəyişdirilə bilməz. Bəli. Təsdiq edirəm. Kitabça dili. Hansı dildə olacaq? Bizdə rus dilindədir. Rus dilini seçirəm. Siz hansı dildə oxuyursunuz? Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dilində əlbəttə ki seçəcəklər. Rus bölməsi şagirdləri isə rus dilində. Baxın, burada diqqət, qəbul olunacağınız təqdirdə bundan sonraki təhsiliniz rus dilində davam etdirəcəksiniz. Bəli, qəbul edirəm. Siz Azərbaycan dilində oxuyursunuzsa Azərbaycan dilini seçin mütləq fikir verin ona ki, çünki imtahanda verilən orada kitabçanın dili rus dilində və yaxud Azərbaycan dilində hansında istəyirsiniz o dildə olsun. Mütləq fikir vermək lazımdır buna. Bəli, seçirəm. Kitabça dili seçimini etdik. Şagirdə uyğun məktəblər və altda sizə uyğun olan məktəblər çıxır. Burada məktəblərin adını görürsünüz, tanış ola bilərsiniz. Hansı məktəbdə neçə yer var, hansı məktəbdə neçə yerin olduğunu görürsünüz. Görürsünüz ki, Bakı şəhər texniki humanitar lisey, məsəl üçün bizə uyğun olan rus bölməsinə aid məktəblərdir bunlar. Ona görə sayı az olur onların. Azərbaycan bölməsində daha çox olur.
25 yer yazıb, yəni 25 şagird qəbul olacaq. Məsəl üçün Zərif Əliyev adına liseydə 24 yer, digərində 2 yer görünür. Yəni bunlarla tanış olacaqsınız. Vəssalam, seçiminizi yadda saxlayırsınız. Bir də dönüb baxın istəyirsiniz. Yadda saxla. Görürsünüz, yadda basdıqdan sonra bizə yazdı ki, təsdiq kodu sizin nömrənizə göndərildi. Aha, təsdiq kodu 565 994 yazaq bura. Həmin təsdiq kodunu 565 994 yadda saxla. Yenidən bastıq və burada görürsünüz mərkəzi imtahan. Mərkəzin adı görünür. Sinif 8-dir bizdə. Mərkəzin adı Səttar Bəhluzadə adına xarici dillər təmayüllü seçdiyim mərkəz bu idi. Biz burada imtahan vermək istəyirik. Buraxılış vərəqəsi. Buraxılış vərəqəsi də burada olacaq. Hazır. Aha, buraxılış vərəqəsini indirin. Həmin yazıya bastığımız zaman görürsünüz. Yenidən indirin. Və salam, artıq qeydiyyatımız tamamlanıb. Bu yazı gəlməlidir, mütləq gəldi bizdə. Buraxılış vərəqəmiz də burada görünür. Görürsünüz. Sonra nəticəyə baxmaq üçün həmin bu səhifəyə daxil olacaqsınız. Nəticəniz burada, yekun qiymət burada, imtahan nəticəsi isə burada görünəcək. Hər biri kodunuzu, parolunuzu unutmayın, çalışın ki, növbəti mərhələlərdə də rahatlıqla girib baxa biləsiniz. Hələlik. Əgər sual yaranarsa, altda rəy bölməsini açıq qoyacağım, oradan müraciət edə bilərsiniz. Sağ olun.